nömrə 35-ə. X minus 2 vur x kvadratı plus 2 böl 2 minus x'in nəyi? Kubu. İfadəsini vurun, kök işarəsi altına salın. Gəlin kök işarəsi altına salaq. Bu ikinci dərəcədəndir. Onda x minus 2'nin kvadratı kimi girirmi kök altına? X kvadratı plus 3, 2 minus x'in kvadratı vur 2 minus nə olur? X kimi yaza bilərəmmi uşaqlar? Hə? Uşaqlar bu kvadratsa yerini dəyişmək olur da, fərq eləmir. Düz deyilmi? Bununla bu getdimi? Burada nə qaldı? Kök altda x kvadratı plus 3 3 idi, yoxsa bu 2 idi, neçə idi? 2 idi bu. Plus 2 bölünsün nə qaldı? 2 minus x qaldı. Düz deyilmi uşaqlar? Hə? Bəs salam. İndi o saatını necə yaza bilərsiniz? Kəskin Yazaq müəllim özümüz. Aha, yazın. Nasıl çıxdı? Ay uşaqlar, bircə dəqiqə. Bircə dəqiqə. Kəsrin ixtisarı 35 D variantı. D variantı. Burada sualı səhv qoyubdur. Bilirsiniz necə? İndi görün necə yazıram. İndi mən necə yazıram? İndi diqqətlə qulaq asın. X minus 2'ni yazdım, düz deyilmi? X kvadrat plus 2'dir. İndi kök altına salmıram. Deyir ki, mənə kök altına sal. İndi kök altına salmıram. Görün nə edəcəm. Burada tərs məsləf qoyubdu sualı. Deməli, burada x minus 2'nin özünü saxladım. Burada nə eləyir? 2 minus x'in kvadratı vurulsun. 2 minus x şəklində yaza bilərəmmi bunu? Bu da x kvadratı plus 2 deyilmi? Bərabərdir. Bərabərdir. X minus 2'nin özünü yazdım. İndi bu kvadratdan nə çıxır? Modul çıxmırmı? X. Modul 2x. çıxır da cüt dərəcədən olanda. Kök altında da nə qaldı? X kvadrat plus 2, 2 minus x qaldı. Bunu mən ən çox belə yazıram. Amma prosto burada deyir ki, kök altına sarın. Ona görə çaşbaş qaldım. Deməli, məxrəci 2 minus x-i böyük bərabərdir. Nə götürməliyəm? Məxrəc sıfıra bərabər ola bilərmi? Ola bilməz. Məxrəci buradan nə götürürəm? Böyük bərabərdir götürürəm. Onda x kiçik bərabərdir neçə olur? 2 olur. 2'dən kiçik neçədir? 1'dir. Onda bundan nə çıxır? Müsbət çıxır. X minus 2, 2 minus x özü çıxır müsbət. X kvadratı plus 2, 2 minus x bərabərdir. Uşaqlar, bu x minus 2'dir, bu 2 minus x-dir. Qabağa mənfi atıram, yerlərini dəyişirəm. Bunlar getdi. Nə qaldı? 2 minus x qaldı mı? Mənfi x kvadratı plus 2, 2 minus x. Bu bir yol. Mən belə eləyirəm həmişə. Burada da bu belə demir. Burada da deyir ki, indi diqqətlə qulaq asın. Deyir ki, vurğu kök işarəsinin altına salın. Gəlin salağın, yaxşı. Razılaşıram, salıram kök altının işarəsinə. 2 minus x'in kubu vurulsun x minus 2'nin nəyi olur? Kvadratı olur mu? D variantı oldu əvvəlcə. Bərabərdir. İndi bura baxın. Burada prosto ola bilsin mən diqqət eləməmişəm. Burada uşaqlar, deməli x kvadratı plus 2'dir. Bu da deyir ki, x minus 2'nin kvadratı vurulsun 2 minus x minus 2'nin kvadratı şəklində göstərə bilərəmmi? Hə? Bəli, olar.
Hı. Alınmır axı. Ancaq əvvəlki yolla D variantı alınır. Bax bu yolla eləyin uşaqlar. Şey var mənim. Mən içəri girəndə surətə daxil olmalı deyil idi. Hə, mən məxrəcdə mi yazmışam? Bəli. Məxrəcdə yazmışam. Bircə dəqiqə üzr istəyirəm. Deyirəm niyə düz alınmır bu yolla? Of ay Allah. Dayanın bircə dəqiqə. Aha. İndi içəri salağın olur nə? Bircə dəqiqə. Qoy silim. Üzr istəyirəm. Diqqət deyirəm bu niyə belə veribdir? X kvadratı plus 2 minus x-in kubu x yenə məxrəcdə yazıram. X minus 2-nin nəyi kvadratı oldu mu? Bərabərdir. Bərabərdir. İndi bunu necə yazacağam? 2 minus x-in kvadratı 2 minus x yazacağım kublar kimi. X kvadratı plus 2 x minus 2'nin nəyi kvadratı? Bunun yerlərini dəyişmək olur da gedir. Bəli, var. Aha. İndi burada nə qaldı? Nə qaldı burada? X kvadratı plus 2 qaldı. Burada da 2 minus x qaldı. Düz değil mi? Bəli. Qabaqda da mənfi var, mənfi. İndi məxrəcdə sıfırdan nə olmalıdır? Böyük bərabərdir 0 olmalıdır. Mənfi x da böyük bərabərdir 2-dən, x da kiçik bərabərdir nədən? Mənfi 2-dən. Mənfi 2-dən, x da kiçik bərabərdir. Mənfi 2. Belə olmaz axı. Mənfi 2 olmaz. Bircə dəqiqə. Böyük bərabərdir. Neçə oldu? 2 oldu. Böyük bərabərdir 2 oldusa, bunun yerinə 2-dən 3 çıx. Neçə olur? Cavab mənfi olmurmu? Mənfi x kvadratı plus 2 böl 2 minus x. Bu belə yazıbdır. Ancaq mən bunu çox vaxt birinci yolla eləyirəm. Modulla mənə asan gəlir. Başa düşdünüz? Bu da belə eləyibdir. X böyük bərabərdir 2-dən, böyük bərabərdir 3 götürürəm da. 2-dən 3 çıxanda mənfi olur axı cavab. Mənfi olduğuna görə mənfini qabağa verib. Bəli. İndi 37-yə baxağın. 36-nı özünüz evdə yazın. 37-yə baxağın, vaxt getməsin. Kök altda 6, kök altda 12, kök altda 18, böl kök altda 2 plus kök altda 6 plus 2. Bunu yazıram. Kök altda 3 vurulsun kök altda 2, kök altda 4 vurulsun kök altda 3, üstə gəlinsin kök altda 9 vurulsun kök altda 2. Bunu da yazıram. Kök altda 2 plus kök altda 6 plus 2 bərabərdir. Bu elədi neçə? 2 kökdə 3 elədi mi? Bu da 3 kökdə 2 elədi mi? Kökdə 2-ləri mötərizə xaricinə çıxardıram. Burada nə qaldı? Kökdə 3 plus 6 vurulsun 2 kimi yazaq. 6 vurulsun. Kök altda 6 vurulsun, kök altda 2 kimi yazaq bunu. Kök altda 6 vurulsun, kök altda 2 eyni gətirmək üçün. Kök altda 6, kök altda 4, kök altda 2 vurulsun, kök altda 9 vurulsun 2 kimi yazdım. İndi kök altdakiləri çıxartdım. Nə qaldı burada? Kök altda 3-də gəlsin, kök altda 6 plus neçə qaldı? 3 qaldı mı? Bəli. Niyə 3 qaldı? 2 olmalıdır. 9 vurulsun 2. 9 vurulsun 2, 3 qaldı. Mən də kök altda 6 vurulsun, kök altda 3, kök altda 4 vurulsun. Bax, bu yerini dəyişik yazmışam. Gah ona baxmışam, gah buna baxmışam. O qədər yorulmuşam ki. Bircə dəqiqə saat 2-dən oturduğumdur dərsə. İndi bura baxın. Kök altda 6 plus kök altda 4 vurulsun kök altda 3, kök altda sonra nə yazaq? Bunu da kök altda 6-nı da kök altda 3 vurulsun kök altda 2 kimi yazdım mı? Məxrəci almaq üçün. Kök altda 3 vurulsun kök altda 2.
Bura baxın. Kök altda 4 vurulsun kök altda 3. Kök altda 3 vurulsun. Kök altda 9 vurulsun. Kök altda 2. Yazdın mı belə? Kök altda 6 vurulsun kök altda 3 yazıram. İndi kök altda Bəli. 3-ləri mötərizə xaricinə çıxartdım. Burada nə qaldı? Kök altda 2 plus 2 plus kök altda 6 qaldı. Burada da məxrəcin özünü yazıram. Kök altda 2 plus kök altda 6 plus 2. Yerləri dəyişik də prosto. Burada nə qaldı? Kök altda 3 qaldı mı? Olur hansı variant? C Bəli. variantı. İndi bunu başa düşdünüzmü? Bəli. Bəli. Aha, 38 də 10-a aiddir, keçən nömrə 39-a. İndi verib 3 kök altda 2 plus kök altda 7-nin nə edir? Kvadratıdır. Kvadrat. Üstə gəlinsin. 3 kökdə 14 minus 1-in nə edir? Kvadratıdır. Gəlin bunu Kvadratı. siləyin, səliqəli yazın. Kök altda 7. İndi gəlin bu mötərizəni açağın. Birincinin kvadratı nə eləyir? Birincinin kvadratı 9 vurulsun 2, 18 elədi mi? İkincinin kvadratı 7 elədi mi? 3 kök altda 2-ni kök altda 7-yə vurun. 3 kök altda 14. 3 kök altda 14, 6 kök altda 14 oldu mu bu? Üstə gəlinsin. Oldu. 9. 9'u da vurun. 3 kök altda bax 14'ün kvadratı nə eləyir? 9 bu kvadrat həm 3'ə aiddir, həm 14'ə aiddir. 9 vurulsun 14, 9 vuraq 14'ün. 126. Yox, qoy dəqiq yazın vurun. 126. 9 vuraq 4, 36, 6 yazdaq 3 yadda 12, 126 bəli, doğru. Çıx. İndi 3 kök altda 14'ü 1'ə vururam, 2'yə vururam. 6 kök altda 14 oldu mu? Bunlar getdi mi? Üstə gəlinsin 1 qaldı mı? Bərabərdir. İndi bunları toplayıram. 18'i, 7'yi, 126'nı 1'i. 18 ilə 7, 25. 127 ilə də 25 neçə eləyir? 25. 152. Oldu hansı variant? C variantı. 40 da 10'a aiddir. Keçən nömrə neçəyə? 41'ə. 3 kök altında 60. Sıx nədir? 10 kökdə 0,6'dır. Bu 0,6'nı 10'da 6 kimi yaza bilərəmmi? 10'da 6. Bunu da ayrı-ayrı kökdə yaza bilərəmmi uşaqlar? Kökdə 6, kökdə 10. Yazdım mı? 60'ı necə yazacağım? 3 kökdə 6 vurulsun, kökdə 10 kimi yazacağım mı? Çıx 10 kökdə 6 bölünsün, kökdə 10 kimi yazdın mı? Bərabərdir. Bunun məxrəci yoxdur. Nə yazıram? 1 yazıram mı? 1 ilə kökdə 10'a. Ortaq məxrəc neçədir? Kökdə 10'dur. Kökdə 10'dur. İndi bu yolla da var, bir yolunu da yazacağım. 3 kökdə 6, kökdə 10. 3 kökdə 6, kökdə 10, bunun da üstündə kökdə 10 değil mi? 100 elədi mi bu? Bir kökün altında yazdım 100. 100'dən də 10 çıxdı mı? Onu da 3'ə vuranda 30 kökdə 6 elədi mi? Bu da 10 kökdə 6 elədi mi? Bu da 20 kökdə 6 bölünsün nə elədi? 10 kökdə neçə elədi? 10 elədi, eləmi? Bəli. Məxrəcdə də bərabər deyil. Aha. İndi bura baxın. İndi bura baxın. İndi bura baxın. Görək biz 20 kökdə 6'nı vururam qoşmasına, kökdə 10'a bölürəm nəyə? 10'a. 2 kökdə neçə elədi? 60 elədi. 60 da necə yazmaq olar? 60'ı da necə yazmaq olar? 15'i 4'ə vuranda 60 eləmirmi? 4 kök altında 15 elədi mi? Vəssalam. Oldu hansı variant? C variantı. Da o birisi yolda yazmıram. Mən bir söz deyə bilərəm. Aha, de görüm. Daha rahat yol var. Belə bil, onu kök altının içinə salırıq, olur orada 60. 3 kök altı 60'dan elə də eləyə bilərsən. O yolu deyirdim də mən. Prosto bu yolu deyirəm ki, bu yol çox istifadə olunacaq da qabaqda. Ona görə bu yolu bilməyiniz məsləhətdir. Nömrə neçəyə baxaq? 42-yə.
İndi kökdə 7 bölünsün. Kökdə 7 çıx kökdə 5. Çıx kökdə 5 bölünsün. Kökdə 7 üstə gəlinsin kökdə 5. Bərabərdir. Bərabərdir. İfadəsini deyir sadələşdirin. Uşaqlar, bunu ayrı-ayrı da həll eləyib tapa bilərsiniz. Ortaq məxrəc eləməklə də tapa bilərsiniz. İndi necə eləyək uşaqlar? Gəlin ayrı-ayrı bir tapaq görək irrasionallıqdan qutaranda eyni bir şeyi almaq olurmu? Mən elə gəlir almaq olar. Mən həmişə ortaq məxrəc tapmaqla eləmişəm. İrrasionallıqdan qurtaranda qoşmasına vurası deyilikmi? Burada da 2 Bəli. elədinmi? 7 üstə gəlsin. Cavab 7, 1. Aha. İndi bunun yerinə nə yazacağam? Kök altda 7, kök altda 7 plus kök altda 5 bölünsün 2. Bunun yerinə nə yazacağam? 5 kökdə 7 çıx kökdə 5 7 çıxılsın 5 2. Burada da 2 yazdım mı uşaqlar? Kənarda yazdım ki biləsiz. 5 kökdə 7 çıx kökdə 5 oldu mu? Bərabərdir. Bərabərdir. Bunu da siləyin. İndi ortaq məxrəc neçədir bunlara? 2 deyilmi? Kökdə 7-ni kökdə 7-yə vurun. 7. Kökdə 7-ni kökdə 5-ə vurun. Kökdə 35. Çıx. 5 kökdə 7. Çıx. 5 kökdə neçə oldu? 5 oldu mu? 7. Hə, 5 kökdə 5 bəli. 5 kökdə 5. Kök altıda 5 olur. Harda? Sağ tərəfdə. Kök altda Harda? Harda? Bircə dəqiqə. Və ikinci kəsirdə. Kök altıda Burada 5 mı? vurulsun kök altı. Bəli. Burada mı? Bəli müəllim. Aşağıda 5 saat kök altısız yazdınız. Ona görə burada. Axırıncı yazdığınızda kök altısız yazdınız. Hətta kök altda 5-i kök altda 5-ə vuranda nə eləyir? Kök altda 25 eləyir, ondan da nə çıxır? 5 Yox çıxır da. müəllim, 5 kök altıda 7 yazdınız. O elə olmur axı. Bircə dəqiqə. Qoy baxım bircə dəqiqə. Mənfi kök altıda 35 Bax olacaq. 5 kök altında 7, kök altında 35 oldu. Hə, düzdür. Uşaqlar, bax, diqqətli olun siz. Mən yorulmuşam. Kök altında nə olur? 35 oldu mu? Çıx, Bəli. çıx 5 kök 5. altında 5. Demək sadə 5. İşte o 5. Aha. O da 5 oldu. Müəllim, O da neçə gedməz oldu? ki. Elə 5 saat. Aha, bu da çıxaq bu oldu. Qabaqda da çıxaq var. Nə oldu? 5 oldu mu? Bəli. Bəli. Müsbət çıxır. Bunlar da gedir. Bir kalır 12 bölünsün. 12 bölü 2 o da eləyir. 2. İndi bircə dəqiqə. Bircə dəqiqə. Görək mən düzmü getmişəm. Bircə dəqiqə. Bəli, doğru getmişəm. Müəllim, bu 6 cavab 6 eləyəcək. Aha, Bəli, 6 eləyəcək. aha. 12 böləcək. Sonra o birisini də indi gəlin ortaq məxrəc eləməklə, mən dediyimlə yolla biləcəksinizmi ortaq məxrəc eləməklə? Bunu onun üstündə, onu bunun üstünə yazır, vurub açacaqsınız. İslah olanları islah eləyəcəksiniz. Mən o yolla eləyirəm ən çox. Bəli, o yol daha rahatdır. Aha. Ancaq aha. İndi gəlin bunu yazağın. 4 üstə gəlinsin kök altda 15, eləmi? Bir də 8 çıxılsın kök altda 60. Bir də vurulsun 4 çıxılsın kök altda 15. Ay müəllim, nələr aldıq qorxmayın. Bura baxın. 4 üstə gəlinsin kök altda 15-in özünü yazdım. Bunu bir kökün altında yaza bilərəmmi? Eyni dərəcədən də hasilləri. 4 çıxılsın kök altda 15 yazdım mı? Vəsiyo. Bərabərdir. Bərabərdir. İndi 60 neçə vuraq neçədir? 4 üstə gəlinsin kök altda 15. 60 15 vurulsun 4'dür. 8 çıxılsın 2 kök altında 15 mi eləyir? Bəli. Yox, dəqiq.
Bəli, 8 vurulsun, 8 çıxılsın kök altı 15 edir. Bəli. Aha, bunun iki yolu var yenə. 2 Dört. kök altı 15. Bu da 4 çıxılsın bəli. kök altı 15 elədi mi? Bu yolda düzdür. Bərabərdir. 4 üstə gəlinsin kök altı 15-in özünü yazdım. Burada da nə yazacağım? Burada da nə yazacağım? İkiləri mötərizə xaricinə çıxardıram mı? 4 çıxılsın kök altı 15. Bunun kvadratı oldu mu? Burada da 15'dir. Burada Elə da- kvadrat yox müəllim. Məncə. Niyə ki? Düz yazmışıq da. Kvadratlar fərqli deyil idi. Yox. İkisində də çıxaq var axı. İkisində də çıxaq varsa üstündə 2 olacaq Hə, da. həm də ortada 2 var. İndi bu ikinci dərəcədəndir. Bundan modul çıxacaqmı? 4 üstə gəlinsin kök altı 15. Axırda kvadratlar fərq qalmır. Vurulsun modulda 4 çıxılsın nə olacaq? Cüt dərəcədən onda modul çıxır. Buradan da kökdə 2 qaldı mı bunun altında? Bu 16 çıxılsın 15'dir. Bu müsbət elədimi? Müsbət elədisə 4 üstə gəlinsin kök altı 15, 4 çıxılsın kök altı 15, vurulsun kök altında 2 oldu mu? Bu da 16 çıxılsın 15, 1 qaldı, kök altı 2 qaldı mı cavab? Oldu hansı variant? D variantı. Bunun bir dənə də yolu var idi. Yenə də ehtiyac yoxdur. Bu yolu bilin bəsdir. Müəllim, bu günlük bəs deyil ki bu qədər. Hə, eləmi? Yaxşı onda. Sağ olun. Gecəniz xeyrə.